Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Kullun ya'malu ala şakiletihi. Hər kəs öz xasiyyətinə uyğun əməl edir. Hər kəs öz xarakterinə, xasiyyətinə uyğun əməl edir. İnsanların xasiyyətləri fərqlidir. Həm aldıqları tərbiyələrdən, həm böyüdükləri mühit, həm genetik xüsusiyyətlər insanların xasiyyətində, rəftarında öz xüsusi rolunu qoyur, izini qoyur daha doğrusu. Birinci sual budur ki, ümumiyyətlə insan xasiyyətini dəyişə bilər ya yox? Bizdə bu fikir formalaşır ki, biz xasiyyətimizi dəyişə bilmirik, onu yalnız boğa bilərik. Yəni, onu görsənməsinə imkan verməyə bilərik. Misal üçün, qəzəbliyəm, o xasiyyətimi boğuram, qəzəbim kiməsə əziyyət verməsin. Bu yaxşı xüsusiyyətdir, amma tam deyil. Din deyir ki, qəzəbi candan çıxarmaq lazımdır. Əgər sən qəzəblisənsə, bu qəzəbin bir normal halı var insan ruhunda, fitrətində. Və sən çox qəzəblənirsənsə, bu qəzəb xüsusiyyəti normaldan artıqdır. Din deyir, boğmaq yox. Din deyir ki, onu nizama salmaq lazımdır. İnsanların bütün etdiyi əməllər, hər hansı bir iş görürüksə, hər hansı bir əməl eləyiriksə, bizim xarakterimizdən irəli gəlir. Misal olaraq, əgər mövzu dindirsə, biz namaz qılırıqsa, öz xasiyyətimizlə namaz qılırıq. Yəni, bizim bütün rəftarlarımızı bizim xasiyyətimiz təyin edir. Düşüncələrimiz, bizim yanaşma tərzimiz, bizim qəlbi halımız. Misal üçün, biri qəlbi mehribandır, namaz qılırsa, mütləq bu mehribanlıq onun namazında təsir qoyacaq. Birinin qəlbi mehriban deyilsə, bu namaz qılırsa, mütləq bu mehribansızlıq, mərhəmətsizlik onun namazında təsirini qoyacaq. Bu mövzular ki, haçılanında, misal üçün, yaxşılıq eləyir, amma göstərmək xüsusiyyəti də var. Çalışır ki, bilsinlər ki, bu yaxşılıq eləyib. Özünü göstərmək xüsusiyyəti də var. Bu yaxşılığı göstərməkdə deyil, bunun problemi. Bunun ümumiyyətlə köklü problemi var. Özünü göstərmək istəyir. Sadəcə bu özünü göstərmək hissi indi yaxşılıq eləyir, onda cilvələnir. Sabah namaz qılacaq, onda cilvələnəcək. Birisi gün hacca gedəcək, onda özünü göstərəcək. Fikir ver, köklü problem bütün həyatına, rəftarına təsir göstərir. Deməli, o köklü problemi həll eləmək lazımdır. Quran buyurur ki, hər kəs özünə uyğun əməl eləyir, öz xarakterinə uyğun. Biz xarakterimizi dəyişməyə çalışmalıyıq. Din gəlir, bizim xarakterimizi dəyişsin. Nəinki köklü, belə deyək, təbii hissləri dəyişsin, yox. O təbii hisslər hansı çərçivədən keçibsə, çərçivəni aşıbsa, din gəlir ki, onları çərçivəyə salsın. Əsas məsələ bundan ibarətdir. Din gəlir ki, mənim qəzəbimi çərçivəyə salsın. Din gəlir, mənim sevgimi çərçivəyə salsın. Din gəlir, sevgi belə baxanda pis görsənmir. Amma sevgi həddini aşarsa, aşırı olarsa pisdir. Aşırı olursa pisdir. Həzrət Əli əleyhissalam buyurur ki, bir hədisdə buyururlar ki, misal üçün, ailə, evlada məhəbbət göstərmək yaxşıdır. Amma gəlir bir duasında Həzrət Əli əleyhissalam buyurur ki, İlahi, evlad və ailənin fayda verməyəcəyi gündə sənə sığınıram, səndən sığınacaq istəyirəm. Axı, bir tərəfdən deyirdi, bu yaxşıdır. Əgər aşırı məhəbbətdirsə evlada və ailəyə, onda bu evlada və ailəyə olan aşırı məhəbbət onu digər məsuliyyətdən, digər işlərində onu məsuliyyətdən uzaqlaşdıracaq. Məsuliyyət hiss eləməyəcək digər işlərdə. Bunun üçün məqsəd olacaq ailə, bunun üçün məqsəd olacaq uşaq və digər işlərdə insanlara yardımda, dinə xidmətdə, ibadətində, belə deyək də, məsuliyyətli olmağı bundan alacaq. Çünki bir yerdə artıq xərcləyib deyə, bu yerə artıq gücü çatmır. Köklü məsələ, problem buradadır. Hər hansı bir
Biz amma necə baxırıq? Deyir, yaxşı namazını göstərməyi olmasa, yox, namazını göstərmək demə, onda özünü göstərmək olmasa. O bugün namazını göstərirsə, əgər namaz qılan olmasaydı, pullu olmağını göstərəcəkdi. Pullu olmasa kasıb olacaq, fəqirliyini göstərməyə çalışacaq. Özünü yazıq eləyə göstər. Bu xüsusiyyət, bu xarakter ondan ayrılmayınca, o nə etsə, bu həmişə bunun içində eləyəcək. Bundan çıxa bilməyəcək. Bax, ciddi problem buradadır. Din gəlir bunları həll eləsin. Deyir ki, Seyyid Əzim yazıb da, Tutuquşuya misal çəkib, deyir ki, Tutiyə səhv eləmirəmsə belədir beyt. Tutiyə gəl təlim eləsən ədayi kəlimat, əgər Tutuquşuya kəlmələri öyrətsən, ləfzi insan olur, amma özü insan olmaz. Bunun təbiətini, bunun özünü dəyişə bilmir. Ola bilər evə girdin, salam versin sənə, salam verdin, cavabı da alsın. Çünki öyrətmirsən ona. Bunu nə üçün misal çəkir? Bir beytə, nəzmə çəkib Seyyid Əzim bunu. Yəni, bəzi insanlar var, ona əgər pisdirsə, namaz da versən, yenə özü kimi namazı qılır. Din deyir ki, özündən qaçıb namaz qılmalısan. O mənfi özündən xilas olub namaz qılmalısan. Mənfi özündən xilas olmadan sevməyin də düz deyil, qəzəblənməyin də düz deyil, özünü göstərməyin də düz deyil, namaz qılmağın da düz deyil, heç bir şey düz deyil. Müəllimliyin də düz deyil. Bu bütün sahələrdə belədir. Əgər bu insan mənfəətpərəstdirsə, namazı cənnət üçün qılacaq. Əgər bu insan bir insan mənfəətpərəstdirsə, həkim olarsa, tibb ona mənfəət üçün lazım olacaq. Fikir ver, bundan çıxa bilmir. Din gəlir, bizi buradan çıxarsın, xilas eləsin. Nicat tapdı, xilas oldu. Misal üçün, nicat tapdı, niyə deyərlər? Quran buyurur ki, qəd əfləhəl müminun. Möminlər xilas oldular. Biraz burada müzakirə edərik. Möminlər, Müminin surəsində burada, qəd əfləhəl müminun. Möminlər xilas oldular. Xilas oldu, nəyə deyərlər? O ki, bir bitki, toxumdur, atmışsan torpağa, torpaqdan baş çıxır. O ki, belə açıldı, 2 yarpaq, artıq günəş yüzü gördü də, ona deyərlər xilas olmaq. O qaranlıqdan, zülmətdən çıxdı. Buna deyirlər xilas olmaq. Niyə möminlər xilas oldular? Başqa bir yerdə buyurur ki, qəd əfləhə mən zəkkaha. Özünü paklayan xilas oldu. Şəms surəsində. Niyə bu xilas, hansı xüsusiyyətinə görə xilas oldu və bu xilas olduğunun mahiyyəti necədir ümumiyyətlə? Bunu müzakirə etməliyik. Ona görə də Quran-ı Kərimə baxsaz, bütün əməllərdən öncə iman ifadəsi var. Bütün əməllərdən öncə hansı əməli göstərsəz Quran-ı Kərimdə əvvəlcə nə buyurur? İlləl-ləzinə əmənu. Deməli, birinci düşüncə formalaşmalıdır. İnsan düşüncəsini formalaşdırmayınca. Alimlərdən biri deyir ki, insan özünü, qəşəng sözdür bu, deyir, özünü güdərək xilas ola bilər. İnsan özünü güdməyincə boşluqlarını görə bilməyəcək. Şibər insanlar ki, digərlərini güdürlər, başqa bir ayədə vurur, misal üçün Hucurət surəsində və la təcəssəsu. Cəsusluq eləməyin, insanların hər əməllərini güdməyin. Görəsən bu xəlvətdə nə edir? Deyir ki, özünü güd, özün bax xəlvətdə nə edirsən. Cəmiyyətə çıxanda bəzən cəmiyyətin qınağından olan qorxu, cəmiyyətin belə deyək, təhdidindən, burada bu istəsəm də eləyə bilməyəcəm. Ona görə xəlvətdə özünü güd. Özünü güdən ol həmişə. Nəfsivi həmişə güd, gör azad olanda o nə edir? Azad olanda nə edirsə, heç nədən qorxusu olmayanda o nə edirsə, sənin mahiyyətin ondan ibarətdir. Ona görə də insanların əməlləri onların yanaşma tərzlərinə görə ölçülür. Nəinki əməlin formasına görə. Hər hansı bir iş görürsə, ya iş yaxşı ola bilər. Amma işin yaxşı olması və mənim də o işi icra etməyim, mənim yaxşı olmağım demək deyil. İşə ruh vermək lazımdır. Həzrət Əli namaz qılır, misal olaraq. Əbu-Zər Qəffarı namaz qılır və mən də namaz qılıram. Həzrət Əli əleyhissalamın keyfiyyəti necədirsə, onun namazı o cürdür. Əbu-Zər Qəffarının keyfiyyəti, varlığının keyfiyyəti necədirsə, onun namazı da o cürdür. Mənim də keyfiyyətim necədirsə, mənim də namazım o cürdür. Yəni, hər kəs öz
belə deyək də, düşüncəsindən, yanaşmasından ortaya bir əməl çıxarır. Və o əməl sənin qəlbinin mahiyyətinə uyğundur. Daha doğrusu qəlbinin mahiyyəti qədər qəbul olunur. Ondan o tərəfə qəbul olunmur. Quranın başqa bir ayəsində buyurur. İzah eləməyə çalışacağam bu biraz öncə dediyim ayəndə. Əmənu və amilus salihat. Başqa bir ayəsində buyurur ki, İnnəmə yetəqəbbələllahu minəl muttəqin. Allah yalnız və yalnız təqvalılardan qəbul edir. Ərəb qrammatikasını bilənlər deyirlər ki, ərəb qrammatikası bunu təqdim edir ki, deyir, innəma ki gəldi, burada yəni yalnız və yalnızdır. Başqa söhbət ola bilməz. Yəni Allah təqvalılardan qəbul edir və başqasından da qəbul edir. Yox, burada həsriyyətdir. Yəni gəlib burada çərçivəyə salıb, hasar çəkib dövrəsinə yalnız və yalnız təqvalılardan qəbul edəcəm. Burada Allahın qəbul etməyi anlayışı, qəbul etmək ifadəsi, bu demək deyil, mən ögey doğmalıq edirəm, bunlar təqvalıdırlar deyə qəbul edirəm. Təqvalı olmayan ortaya ümumiyyətlə əməl qoya bilməz. Modelini qoya bilər, formasını qoya bilər, ortaya iş çıxara bilməz. Bu mümkün deyil, ortaya iş çıxarsın. Çünki kullun ya'malu ala şakilatihi. Hər kəs öz belə deyək, qəlbinin şəklində olan bir əməl çıxardır ortaya. Yəni misal olaraq, əgər mənim qəlbimdə problem varsa, xasiyyətimdə, xarakterimdə problem varsa, mənim namazımı sıxsalar hesab elə namaz ondan nəsə bir su tökülməlidir. Mənim ruhuma uyğun su töküləcək o namazından. Əgər çirkabdırsa ona uyğun töküləcək. Çünki sən hər nə iş görürsənsə gör, sənin düşüncələrin, sənin yanaşman mütləq sənin gördüyün işdə təsir qoyur. Ona görə bizə deyirlər ki, namazdan öncə, misal olaraq, namazdan öncə ariflər məsləhət verirlər. Azandan öncə 5 dəqiqə də olsa oturun, Allahın sizə verdiyi nemətləri xatırlayın və günahlarınızı xatırlayın və təvəssül eləyin İmam Zaman əleyhissalam. Bu Ayətullah Behçətin nəsihətidir. Təvəssül eləyin İmam Zaman. Nə üçün? Bu günün ki, indi işləmisən, iş yoldaşlarıyla ya hər hansı bir yerdən gəlirsən, bu sənin gördüyün hadisələr, sənin yaşadığın hallar səndə mütləq təsir qoyur. Sən bu təsiri uzaqlaşdırmaq üçün aramlaşmalısan, o qayıtmalısan iman vadisinə, o iman vadisindən başlamalısan neysə hərəkətə keçirmək üçün, həyata keçirmək üçün. Bu mühüm məsələdir. Təqvalılardan qəbul edir, yəni yalnız və yalnız təqvalılar əməl edə bilər. Bəs deyərsən, axı təqvasız olsa necə? Fikir ver, münafiq, Quran-ı Kərim, münafiq kimdir? Münafiq odur ki, Peyğəmbər deyir ki, sən Allahın rəsulusan, Allah da var, namaz da qılır Peyğəmbərlə bir yerdə. Amma ürəyi Peyğəmbərlə deyil, Allahla deyil və namazdan da xoşu gəlmir. Ona görə də namaz qılmağına baxmayaraq, Allah üçün əməlin zahiri mühüm deyil. Namaz qılmağına baxmayaraq, Allah onu əbədi cəhənnəm əhlindən hesab edir. Fikir verirsiniz? Hətta sözünü də qəbul eləmir. Başqa bir Quran ayəsində buyurur ki, Peyğəmbər, onlar deyirlər ki, yəni münafiqlər. Çox maraqlı ayədir. Bu doğrudan Allah çox incəlik gizlədir bu ayədə. Onlar deyirlər ki, sən Allahın rəsulusan, yəni münafiqlər. Onlar deyirlər ki, sən Allahın rəsulusan. Yalan deyirlər. Allah şəhadət verir ki, sən onun rəsulusan. Bu ayə biz nə boyda möhtəşəm ayədir. Çox maraqlıdır. Onlar da demişdilər ki, Peyğəmbər, sən Allahın göndərdiyi elçisən. Allah da elə həmən söz dedi. Zahirən, cümlə etibarilə, ifadə etibarilə eyni cümlədir. Onlar da Peyğəmbər demişdilər, Allah da Peyğəmbərə söz etibarilə eynidir. Amma onların mahiyyəti Peyğəmbəri qəbul etməməkdir. Onların ruhu Peyğəmbərin Peyğəmbərliyini təsdiqləmədiyi üçün, dilləri, ürəkləri ilə uyğun gəlmədiyi üçün Allah onları nə hesab edir? Yalancı hesab edir. Deməli, əməl əgər əməli ortaya çıxaran ideologiya olmalıdır, düşüncə olmalıdır. Əməli ortaya düşüncə çıxarmırsa, o əməl olaraq keyfiyyətsiz əməldir. O əməli qəbul olunmur. Çünki əməl deyil. Belə deyək, zahiri olaraq, bunu deyim keçim, zahiri olaraq əməlin formasıdır. Amma Allah dərgahındakı işin həqiqətinə baxırlar, işin nəticəsinə baxırlar. Nəticə olaraq bu o fəza ki yaratmalıdır. Namaz bir fəza yaratmalıdır, elə deyil. Oruc bir fəza yaratır, bir
həqiqət yaratmalıdır. Mənim yadıma gəlir, hacı çıxışlarının birində demişdi ki, hətta insanın, qısa olaraq bunu deyib keçirəm üstündən, hətta insanın etdiyi günahlar yoxdur, bu aləmdə asılı vəziyyətdə qalır. Ona görə bizim icazəmiz yoxdur, fərdi halda da günah eləyək ki, bu Allahın yaratdığı fəzanı koruyursan. Deyir, səni bağışlasalar da onlar bu aləmdə izin qoyur. Bu varlıq aləmində onlar qalır. Hacı demişdi bu xutbəsində, yadıma gəlir. Ona görə də biz indi əməl eləyəndə əməl olaraq qalmadı. Əslində, bəzi insanların, misal üçün, namazları olarsın, görürsən, ciddi bir məsuliyyətə çevrilir. Namazları olarsın, ciddi bir problemə çevrilir. Biraz da gedək qabağa. Bəzən görürsən, bizim imanlı olmaq, belə deyək, xüsusiyyətimiz ürəyimizdən yavaş-yavaş dağılır, gedir, imanlı olmağımız. Bizim zehnimizi hopur. Misal olaraq belə deyim. Bir vaxt vardı Həzrət Əlini sevməyim, məni taqətdən salırdı. Amma indi elə bir zehnimin bir küncündə qalıb nəsə. Həzrət Əlinin adını çəkəndə mənim bədənim titrirdi, ruhum titrirdi. Amma indi o titrəyiş yoxdur. O titrəyiş nə üçün yoxdur? Artıq ki, o dediyimə uyğun yaşamamısan, dediyimə uyğun yaşamamışam, artıq qəlb öz istiqamətin başqa cür götürüb deyə, bilik olaraq qalıb, həqiqət olaraq səndən uzaqlaşıb. Ciddi problem də bundan ibarətdir. Bilik olaraq qalır, amma həqiqət olaraq səndən uzaqlaşır. Ona görə bizə deyirlər, birinci iman, Qədir Gecəsində demişdim, cəmaatın namaz kağızı paylamaq düz deyil. Birinci iman, birinci Allahla tanışlıq, birinci Allahla dostluq, birinci Allahla münasibət. Birinci Allahla münasibət düzgün qurulmalıdır və özün tanımalıdır. Deməyiblər kim namaz qılsa Allahı tanıyar, deməyiblər kim oruç tutsa Allahı tanıyar. Hələ oruç tutsan da belə ümid var ki, sən təqvalılardan olasan. Böyük ehtimaldır, amma 100% deyil. Amma nə deyirlər? Deyirlər ki, hər kəs özünü tanısa Rəbbini tanıyacaq. Və özü bələd olandan sonra, sən nə iş qoysan ortaya, hətta özü bələd olandan sonra naqis namaz da qoysan ortaya, deyəcəksən ki, ilahi, bu namaz naqisdir. Mən bilirəm, bu naqisdir, bu namaz deyil. Sadəcə bu mənim şər'i vəzifəmdir deyə mən bunu həyata keçirirəm. Və mən demək istəyirəm ki, hələ belə deyək də böyüməmişəm. Üzr istəyirəm, hələ mən həddimi aşmamışam. Namazı qılıram, amma çalışasan ki, bu geçsin. Birinci imandır. İman yəni, imanı belə təqdim edirik. İman yəni Allahın varlığına inanmaq, qiyamət gününə iman gətirmək. Gəlin, biraz dəyişək bu təqdimatı. İman belə təqdim edirik də. Gəlin, təqdimatı dəyişək. İman yəni Allahın varlığına qarışmaq. Çünki bizdə inanmaq çox vaxt bilmək mənasına gəlir. Və inanmaq öz yerini dəyişib, bilgi oturub inanmağın yerində. Problem buradadır. Mən inanıram da Allah var. Əgər hamının inandığı Allah varsa və hamı o var olan Allaha inanırsa, niyə onlar peyğəmbərlər kimi deyirlər? Niyə biz peyğəmbərlər kimi deyilik? Niyə onlar möminlər kimi həyata hər hansı bir əməli keçirmirlər? Deməli, bunlarda Allaha olan iman deyil, bunlarda yaradana olan bilgidir. İman kimi qəbul olunub. İman yəni Allaha qarışmaq. İman yəni Allahın bulağından su içmək. Bütün düşüncələri Allahın düşüncələri əsasında. İmam Hüseyin əleyhissalam misal düşüncələri Allahın iradəsi idi. Allahın istəyini anlaya bilirdi. Bu maraqlı bir şeydir. İman olmasa Allahın səndən gözləntisini duya bilmirsən. İman yəni Allahla mənim aramda bir yol var. O yolun vasitəsilə Allah məni duyğulandırır. O yolun vasitəsilə Allah məni qidalandırır. Və mən o qidanın nəticəsində hərəkət edirəm. Nəinki bilginin nəticəsində. O qidanın nəticəsində. Və mənim qəlbim, mənim ruhum gündəlik dəyişməkdədir. Hədis var ki, dünəni ilə
bu gündə fərqi olmayan ziyan eləyib. Bu hədisi belə təqdim edirlər ki, yəni dünən də sən ancaq gündəlik namazlarını qılırdın. Dünən də sən ancaq gündəlik namazlarını qılırdın. Bu gün də ancaq gündəlik namazlarını qılırsan, sən ziyandasın. Yox, bu deyil məsələ. Yox, sən dünən də bu haldaydın, söhbət haldan gedir. Sən dünən də bu haldaydın və bu gün də bu haldasan. Gündəlik namazları saxlayın, amma gündəlik namazların halın dəyiş. Gündəlik namazları reallaşdırmaqda mövqeyi dəyiş, fərqli olsun artıq. Dünən sən misal olaraq zöhr namazını bir formada qılın, bir halda qılmışdın. Bugün o halın daha da artıb. Artmayıbsa bax ziyan buna deyirlər. O ki İmam Musa Kazım əleyhissalam buyurur, buna deyir ziyan. Ona görə də birinci mərhələdə mən deyirəm ki, elə bir zamanda yaşayırıq ki, adam bildiklərinə bu sözü mühüm hesab eləyin. Bu söz xüsusi sözdür. Adam bildiklərinə yenidən başlasın baxmağa. Nə bilirsən? Nə bilirsən, yenidən başla baxmağa. Namaz bilirəm, oruc bilirəm filan. Bunları tezdən qayıt. Qayıt bir dənə başdan bax, sual ver. Bu namazdır, namaz deyil. Bu orucdur, oruc deyil. Bunu da qeyd edim ki, ümidsizlik yox. Amma onu dəyişdir. Hamımız bilirik ki, niyə görə misal üçün namazda həmişə sözlərin mənalarını diqqətə çəkirik. Misal üçün, bəzilərimiz o mənasını da bilmirik. Əlhəmdülillah Rəbbil Aləmin. Bir dənə şeydir də, eyni gedir. Bir dənə xəttə. O muğam oxuyanlar bəzi düz oxumur, misal üçün muğam bilmir. Görürsən, bir dənə, belə deyək də, notun üstündə oxuyur, adam yorulur. Allah bizim eyni notun üstündə yaşamağımızdan yorulub sanki. Deyir, eyni notun üstündə yaşamayın. Həyat eyni notun üstündə yaşayırsan. Bu eyni notun üstündə yaşama. Buradan çıx. Dəyişiklik olsun səndə. Niyə dəyişiklik yoxdur? Çünki sənin əməllərin adət gəlib onları həbs edib. Çünki imandan qaynaqlanmayıb deyə adət gəlib onlara hakim keçirib, artıq sən onları düzgün olaraq reallaşdıra bilmirsən. İmam Səccadın bir duası var, olduqca maraqlı duadır. Çox maraqlı duadır. Əbu Həmzə Sumalı duası. İndi düz paylaşılır ki, Ramazan ayında oxunur bu dua, amma niyə məhz Ramazan ayında? Bəzi vaxtlar bu duaya baxmaq lazımdır. İmam Musa Kazım əleyhissalam buyurur ki, bizim sözlərimizi insanlara deyin. Bizim sözlərimiz ölü qəlbləri dirildər. Bu mühüm məsələdir. İmam Səccadın belə bir sözü var. Buyurur ki, İlahi la tuəddibni bi uqubətik. İlahi məni əzabınla ədəbləndirmə. Ahirətdə hamı ədəbli olacaq da. Yəni, cəhənnəmdə siz ədəbsiz adam görməyəcəksiniz. Cənnətdən bahsol demirəm, cəhənnəmdə olur. Cənnətdən bahsol ədəbsiz adam görməyəcəksiniz. Niyə? Onun gücü yoxdur axı ədəbsiz deyərəsin. Burada niyəsə sığınır da ədəbsiz deyirdi. Orada heç nə yoxdur. Hamı ədəbli olacaqlar. Cəhənnəmin filan dərəsində gedəcək hamısı. Filan dərədən çıx bu tərəfə ged, hamı gedəcəyimiz. Orada İmam Səccad buyurur ki, əzabınla məni ədəbləndirmə. Bəzi insanlarda belə bir şey yaranır. Deyir ki, bir dənə bəla ver mənə, gəlim özümə. Özündən vicdanın narahat. Yox, bunu niyə istəyirsən? İmam Səccad deyir, səhv istəyirsən. Deyir, yox, əzabınla yox. Rəhmətinlə ədəbləndir məni. Sonra belə bir söz işlədir. Əsas söz budur. Möhtəşəm sözdür. Və la təmkur. Həm möhtəşəm sözdür, həm qorxulu sözdür. Və la təmkur bi fi heylətik. Deyir, ilahi, məbadə mənim üçün plan cızasan. Bir işçidir, izah eləyim üçün. İşçidir. Müdür bilir ki, bu gecələr yatır. Müdür bilir ki, bu maldan götürür. Deymir ona sadəcə. Deymir ona ki, qoy özü-özünü biabır eləyəcək. Plan cızır onun üçün. Plan cızır ki, özü-özünü geçdəz biabır eləyəcək. Bu oyun çıxardır. Bəzən görürsən ki, adam İmam Səccad niyə belə deyir? Bəzən görürsən ki, mən möminəm, gedirsən, yaşayırsan. Olmuyor, Allah plan cızır. Sənin üçün xəbərin yoxdur. Mömin də deyirsən, özə mömini tərqin eləmirsən. Bax, qorxulu budur. Və la təmkur bi fi. Sonra baxırsan ki, filan kəs biabırçılıqdır, nə abırlar var, nə həya, nə məscid bilirlər, nə. Bunları danışan da sənsən. Amma bəzən də adamın xəbəri olmur ki, özün onlardansan xəbərin yoxdur. Sadəcə onların dindən xəbərləri olmadığı üçün
onlar nəfsin istəklərini belə həyata keçirirlər. Sən bunu dinin içində həyata keçirirsən. Adı dindir deyə üzə çıxmır. Xəbərin yoxdur ki, Allah da o tərəfdən plan cızır. Ürək qalmayıb sındırmısan, gözləyir səni. Gözləyir, onda ki, gözünü yumdun, açdın gözünü, Allaha gördün, heç nə yoxdur. İmam Səccad deyir ki, ilahi, məni o plancızlıqlarından qərar vermə. Mən tabi olmuşam sənə, mən sənin qabağında səcdəyə gedirəm, mən tabiyəm sözlərimə. Ona görə fikir verirsiniz, Allahla xəlvətimiz olmur, az olur. Çünki Allahla münasibət azdır, qorxu yoxdur. Hazır deyərdi ki, mömin ölənə qədər bütün əməlləri düz olsa da belə həyəcan ondan ayrılmamalıdır. Ürəyinin həyəcanı onunla həmişə birgə olmalıdır. Qorxulu haldır, diqqətli olmaq lazımdır ki, bəzən görürsən, adam diqqətsiz olar, elə gedərsən, onlar da kim zamin durur ki, Cavidin ürəyində təkəbbürlüyün toxumu yoxdur. Kim zamin dura bilər ona ki, həsədin toxumu yoxdur. Elə də biz insanıq da, heç nədən yarana bilər. Heç nədən. Bəzən görürsən, heç nədən yarana bilər. Biz xilas olmamışıq. Biz xilas olmamışıq. Xilas olmadığımız üçün diqqətli olmalı. İmam Səccadın bu duası olduqca möhtəşəm duadır. İmam Səccad başqa bir duada vurur. Deyir, ilahi, mənə nə olub ki, ağlaya bilmirəm. Yəni, bu əzəmətdə Allahla dərdləşmək yalnız və yalnız Qədr gecəsində, bir də Məhərrəm ayının 10 günündə baş tutmalıdır. Yəni, dərdləşmək daxildən, kökdən, belə deyək, yanıb alışmaq niyə ancaq o günlərdə, təyin olunan günlərdə olmalıdır? Bu, niyə belədir ki, mən ancaq o günlərdəyəm? İmam Əmir Əl-Müminin sabah duasına baxırsan, adamın canı çıxır. Əli ilə salam deyir, deyir, ilahi, qəlbi məhcub, ilahi, qəlbim hicabdadır və əqli məğlub, ağlım məğlub olub və nəfsi qalib, nəfsim qələbə çalıb. Həzrət Əli Əsəlam deyir, Həzrət Əli Əsəlam buyurur. Və taəti, çox qəşəng sözlərdir, valla. Və taəti qəlil, itaətim azalıb. Və məasiyyəti kəsir, günahım çoxdur. Günahım çoxalıb. İmam Əmir Əl-Müminin buyurur bu duaları. Deməli, bu duaları Həzrət Əli Əsəlam nə üçün buyurur? Həzrət Əli Əsəlam Allahın əzəmətini görür və özündən nigarandır. Gəlir, yaxınlaşır Allaha, sevgi göstərir, məhəbbət göstərir. Görür ki, yenə verə bilmir. Qayıdır özünə, yəqin məndə də problem, hicab var, Allahla mən varamdır. Yox deyəsəz, əzəməti gördükcə narahat olur. İmam Səccad da buyurur ki, mənə nə olub? Ağlayam, ağlamağa bacarmıram. Yəni, Allahla xəlvət yoxdur. Xəlvət olmayanda, müraqibə olmayanda, özünü güdmək olmayanda, yəni hər şey bir ağız dadına həll olur, gedir.